Amerika Birləşmiş Ştatlarına idxal olunan avtomobillərlə bağlı yeni gömrük rüsumu artıq qüvvəyə minib. Bu qərarın təsiri təkcə ABŞ bazarı ilə məhdudlaşmır, həm də Azərbaycana idxal olunan avtomobillərin qiymətinə ciddi şəkildə təsir göstərməyə başlayıb. Ötən ay Amerika Birləşmiş Ştatlarında vergi qanunvericiliyinə edilən dəyişikliklə ölkəyə idxal olunan hazır minik və yük avtomobillərinə 25% gömrük rüsumunun tətbiqinə başlanıb. 2 aprel tarixindən qüvvəyə minən qanun artıq bazara öz təsirini göstərib. Avtomobil daşınmaları üzrə mütəxəssis Beyrək Məmmədli deyir ki, qiymət artımı əsasən ili köhnə olan avtomobillərdə daha çox müşahidə olunacaq. Amerikadan kənarda istehsal olunan avtomobillərin ölkəyə idxalı zamanı tətbiq olunan 25% vergi tətbiq olunacaq. Bu isə nəyə gətirib yaradacaq? Yəni Amerikanın özünün daxili brendi olan avtomobillərin istehsalı artacaq və bu artım həmin avtomobillərin qiymətinin düşməsinə, Amerikadan kənarda isə istehsal olunan avtomobillərin qiymət artımına gətirib çıxaracaq. Avropa istehsal olunan avtomobillərin ölkəmizdə yaxın 10 ildə qiymət artımı çox rahat şəkildə müşahidə olunacaq. Yəni bu verilən qərar 2025-ci ildən istehsal olunan avtomobillərə şamil olunacaq. Bu da istər-istəməz köhnə modellərə də qismən qiymət artımı yaradacaq. Avtomobil daşınmaları üzrə mütəxəssis Ziya İbrahimov bildirir ki, 25%lik rüsumun tətbiqi qiymətləri 1000-5000 dollar arası artırıb. Ən azından 2000 dollara kimi arasında fərq olasın. Satılırdı deməli 4,5 arası, 5000 arası yaxşı maşından gedir söhbət, zədəsaz olmaq şərti ilə. Amma indiki şərtlərdən sonra əlbəttə ki, o maşınlar da Amerika özü ucuz buraxmaq istəməyəcək, məlum məsələ. Ona görə də qiymət artımı olasıdır. Ən azından 900-1000 dollar arası fərq var, arada yananısıdır. Yol xərcləri, gəmi xərcidir, əlavə auksionda biz auksion free deyirik də, sahət komissiyalarıdır. Onların hamısında artım olur, o da məlum məsələ maşınların qiymətinə təsir edir. Qeyd edək ki, hazırda Azərbaycana idxal olunan ikinci əl avtomobillərin əsas hissəsi məhz Amerika və Koreya mənşəlidir. Amerikadan gətirilən avtomobillər xüsusilə texniki vəziyyəti və münasib qiymətinə görə ölkəmizdə geniş tələb görür. Turqan Əliyev, Əli Cəfərov, Səbuhi Mustafayev, Xəbər Ertəsi.